Bəzi uşaqlar yad insanlardan, səsdən, heyvanlardan, həkimdən və ya tək qalmaqdan qorxurlar. Yeni mühitlərə girməkdə çətinlik çəkirlər. Qorxu hiss etdikdə ağlayır, gizlənir və ya valideynə qaçırlar. Bəs bunun səbəbləri nədir? Birincisi temperament, yəni xasiyyətdir. Bəzi uşaqlar doğuşdan daha qorxaq təbiətli olurlar. Ailədə müşahidə, həmçinin əgər valideyn çox narahat və ya qorxaq davranırsa, uşaq da bunu öyrənir. Travmatik təcrübələr, uşaqlıqda qorxunc bir travmatik hadisəyə məruz qalma, məsələn, it qapma, qorxulu filmlər, müxtəlif qəzalar, avtomobil qəzası, yanğın və s. kimi travmatik hadisələrə məruz qaldılarsa, həddindən artıq qorxular yarana bilər. Həmçinin qorunma, valideynlərin uşaqları həddindən artıq qorunması, uşağa hər addımda diqqət elə, yıxılarsan, xəstələnərsən kimi xəbərdarlıqlar veriləndə uşaq dünyanı təhlükəli yer kimi qavrayır. Əgər bu qorxular çox sayılı və həyatını məhdudlaşdıracaq qədər güclüdürsə, bu vəziyyət bəzən anksiyete pozuntusu, selektiv mutizm, fobiyalar, təcrid olunma qorxusu kimi pozuntulara çevrilə bilər. Bəs valideynlər bu vəziyyətdə nə etməlidir? Birincisi, qorxuya görə uşağı danlamaq və ya gülmək qətiyyən olmaz. Uşaq üçün qorxu realdır. Uşağın özünü güvəndə hiss etməsi üçün valideyn təmkinli, anlayışlı və sevgi dolu münasibət bəsləməlidir. Bu da qorxuların yenməsinə köməklik göstərir. Uşaqla müxtəlif oyunlar oynamaq lazımdır. Məsələn, biz indi qaranlıqda cəsur qəhrəmanı, qaranlıqdan qorxmurlar qəhrəmanlar və s. kimi oyunlar, davranışlar qorxunu azalda bilər. Kiçik addımlarla üzləşdirmə, qorxduğu vəziyyəti yavaş-yavaş təhlükəsiz şəraitdə tanımaq, bu kimi davranışlar uşaqların qorxunu yenməsinə yardımcı olur. Əgər qorxular uzun sürərsə və uşaq məktəbə getmək, danışmaq, tək yatmaq kimi normal fəaliyyətlərdə çətinlik çəkirsə, mütləq professional yardım almaq lazımdır.